Boks dünyası yenidən böyük döyüşə hazırlaşır. Bu dəfə isə ringdə nostalgiya yaşanacaq. Məğlub edilməz və güclü müdafiə texnikası ilə seçilən Floyd Mayweather sürətli və hücuma meyilli Manny Pacquiao ilə üzə gələcək. Tərəflər artıq razılığa gəlib, yer və məkan dəqiqləşdirilib. Döyüş sentyabrın 19-da Las Vegasda olacaq və Netflix vasitəsilə canlı yayımlanacaq. Maraqlıdır, 8 fərqli şəkildə çempion olan Pacquiao 50-0'lıq karyeraya malik Mayweather qarşısında nə ilə yadda qalacaq? Tərəflər bundan əvvəl 2015-ci ildə artıq bir dəfə qarşılaşıb və Mayweather hakimlərin qərarı ilə qalib gəlmişdi. Bir çox döyüş eksperti bu qarşılaşmanın mənasız və pul tələsi olduğunu bildirsə də, əksini iddia edənlər də var. Hər bir halda 47 yaşlı Manny'nin əlinə yaxşı fürsət düşüb və məğlubiyyətsiz Floyd'a karyerasının ilk üzüntüsünü yaşada bilər. Bəs sizcə bu dəfə kim qalib gələcək?